Sumqayıt şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Baku Post-Az teleqrafa istinadla xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar. Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.